Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil, xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Himnimizin sözlərində də deyildiyi kimi, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Şəhidlərimiz də öz canlarından, yaşamaq hüquqlarından keçərək vətənimizin bütövlüyü uğrunda vuruşdular. Onların sırasında xızı igidlərinin də adları var. İstəyirəm bugün hər birini qısa da olsa yad edək. Həmin o igid qəhrəmanlardan biri də məhz məktəbimizin savadlı şagirdi, vətənə olan sevgisi ilə yoldaşlarından seçilən, həyat eşqi ilə dolu olan Verdiyev Natiq Əlimuradoğludur. Gizir rütbəsini daşıyan Natiq 1995-ci il fevralın 5-də Xızı rayonunun Xələnc kəndindən anadan olub. Sentyabrın 27-sində döyüş yoldaşları ilə birlikdə işğaldan azad olunan Murov yüksəkliyinə bayrağımızı azan sədaları altında sancaraq xalqımıza ilk qələbə sevincini yaşadan məhz Natiq Verdiyev olub. Digər bir qəhrəman şəhidimiz isə Gizir Rafiq Məcidovdur. Onun cəmi 24 yaşı var idi. O, 9 noyabr tarixində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və adını ölümsüz qəhrəmanlar sırasına daxil etdi. Əliyev Kərim Qeyrətxanoğlu 2000-ci il yanvarın 1-də Xızı rayonunda anadan olub. Kərim ailənin tək oğlu, 4 bacının bir qardaşı idi. Onun atası 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Atasının Qarabağ haqqında söhbətləri, xatirələri Kərimdə vətən sevgisinin təməlini qoyub. Məhz bu səbəbdən o, Talış kəndini düşmən tapdağından xilas etdikdən sonra atasına zəng edib və "Ata, sən ola bilmədiyin kəndi mən aldım" deyib. Hər zəfər sevincini atasından bölüşüb. Nəhayət 4 noyabrda Şuşa yaxınlığındakı Qırmızı Bazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qızı şəhidləri sırasında Salih Qurbanovun da adı çəkilir. O, 2022-ci il sentyabrın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Salih Qurbanov vətən uğrunda medali ilə təltif edilmişdir. Sıra gəldi Vətən müharibəsinin ən gənc şəhidlərindən olan İsayev Alik Şakiroğluna. Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı xüsusi təyinatlı qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Hərbiçi ailəsində dünyaya göz açan Ağa Əhmədov Elnur Fəxrəddin oğlu. Atası Fəxrəddin Ağəhmədovun sözlərinə görə Elnur daim hərbiçi olmaq istəyib, həvəslə əskərliyə yollanıb, xidmətini bitirdikdən sonra isə hərbiçi olmağa qərar verib və o çox gözəl bilirdi ki, verdiyi qərar onu uşaqlıqdan arzusunda olduğu şəhidlik zirvəsinə doğru aparır və nəhayət oktyabrın 26-sında Qırmızı Bazar ətrafında gedən döyüşlərdə arzusunda olduğu şəhidlik zirvəsinə ucalır. Sıra gəldi anasının gözünün ağı qarası yeganə oğlu olan Elməddin Cəfərov Hümmət oğluna. O 1987-ci il sentyabrın 21-i Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndində anadan olub. Düşmənin çox sayda canlı qüvvəsini məhv edən Elməddin Cəfərov döyüş meydanında öz yoldaşlarının həyatını xilas edərək 2020-ci il oktyabrın 9-da qəhrəmancasına şəhid olur. Növbəti qəhrəmanımız isə anasının gözünün ağı qarası 13 ildən sonra dünyaya gəlmiş Xaspolad Qasımovdur. Uşaqlıqdan ən böyük arzusu hərbiçi olmaq olan Xaspolad nəhayət hərbi xidməti bitirdikdən sonra 2017-ci ilin may ayında kəşfiyyatçı atıcı vəzifəsinə təyin edilir. Gizir rütbəsini daşıyan şəhidimiz peşəsini daha da təkmilləşdirmək üçün xarici ölkələrdə müxtəlif kurslar keçir və təltifnamələr qazanır. Vətən müharibəsi başlayanda isə döyüşlərdə xüsusi şücaət göstərir. Oktyabrın 6-sında Füzuli istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Gizir Rabil Novruzov 1986-cı ilin sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində dünyaya gəlib. Gizirimiz 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təməz xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olur. Və ən sonda demək istəyirəm ki, bu şəhidlərimizin hər biri fərqli xarakter və xüsusiyyətləri ilə yadda qalsa da, hamısı vətən uğrunda eyni əzmlə döyüşərək qəhrəmanlıq örnəyi göstərmişdilər. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Məhz onların sayəsində
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.